Bir zamanlar ot, su və əxlaq dostluq edir. Bir gün meşəyə gəzməyə gedirlər. Meşənin böyük olduğunu görürlər və bir-birlərini itirsələr necə tapacaqlarını düşünməyə başlayırlar. Sudan soruşurlar: "Səni itirsək necə taparıq?" Su cavab verir: "Harda bir şırıltı eşitsəniz, mən oradayam." Sonra otdan soruşurlar: "Bəs səni itirsək necə taparıq?" O cavab verir: "Harda bir tüstü görsəniz, mən oradayam." Sonda əxlaqdan soruşurlar: "Bəs səni itirsək necə taparıq?" Əxlaq cavab verir: "Çalışın ki, məni heç vaxt itirməyəsiniz. Əgər məni bir dəfə itirsəniz, bir daha tapa bilməyəcəksiniz." Sizə demək istədiyim odur ki, insanları günahlandırmaq sizin gücünüzü azaldır. Baxdığınız və eşitdiyiniz hər bir şeyin gözəl tərəfini görməyə başladığınız andan xoşbəxtlik hissini hiss edəcəksiniz. Videolarımı bəyənib və gözəl sözlər yazdığınıza görə hamınıza öz təşəkkürümü bildirirəm. Gününüz uğurlu olsun.